Türk boylarında alplıq ruhu qəhrəmanlıq, cəsarət, güc rəmzi, əsgər ünvandır. Amma anlamı qorxmaz, igid, cəsur və sadəcə qəhrəman olan Alp bir ad titul kimi Göytürk dövlətində cəsarətli qağanların adlarında da işlədilib. Ortaq Türk ədəbiyyatı örnəyi olan Manas dastanında 13-14, Kitab-ı Dədə Qorqud dastanında isə alplıq yaşının 14-15 yaşda başladığı bildirilir. Bu dastanlarda igidlərə ad verilməsi əslində onların Alplar cərgəsinə daxil olması deməkdir. İndi Alp adı dastanlarda, tarixi mənbələrdə yaşadılsa da günümüzdə bu adı, Alp adı ilə birgə Türk xalqlarının döyüş kültürünü özündə birləşdirib bu sənəti yaşadan insanlar var. Belə ki, 2014-cü ildən Azərbaycanda adında alplıq, igidlik və qurd soyundan olan seçilən, qutsallıq olan Alpaqut Turan döyüş sənətini, Turan coğrafiyasında yaşayan Türk xalqlarının ortaq dünya baxışını tanıdan, eləcə də milli döyüş gələnəklərini gəlişdirən, özəlliklə əski türklərin döyüş mədəniyyətini çağdaş döyüş sənəti üzərində konsepsiyalaşdıran Beynəlxalq Alpaqut Federasiyası yarandı. Bu döyüş sənətinin qurucusu, Türk döyüş sənəti üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Vasif Namazovdur. Hələ 11-ci əsrdə Kaşgarlı Mahmud tərəfindən yazılan ilk türk dilinin lüğətində Alpaqut sözünün anlamının tək başına yağıya hücum edən, heç bir tərəfdən tutulmayan igid kimi açıqlanır. Qədim türklərdə Alplar xaqanın yanında olduqları yerə görə fərqli adlarla tanınıblar. Çoro sağ yanında olanlara, Yoro sol yanında olanlara deyiblər. İndi bu qayda Alpaqut Turan döyüş sistemlərinin yarışma qaydalarına daxil edilib. Yarışma zamanı sağ istiqamətdə olan idmançı Çoro, sol istiqamətdə olan idmançı Yoro adlanır. Aypara, Batur, Caymaz, Qurşaq, Kaçut kimi savaş sistemləri olan bu idman növünə maraq günü-gündən artmaqdadır. İndi Azərbaycan Alpaqut Federasiyasının paytaxt Bakıdan başqa Respublikanın bir neçə rayonunda da filialları var. Mən Paşayev Pərviz Şakiroğlu, əslən Qubadlı rayonunun Əlqulu kəndindənəm və 1996-cı ildən bu vaxta kimi müxtəlif idman növləri ilə məşğul olmuşam. Bu idman növləri içində əsasən nəticə verdiyim Alpaqut Turan döyüş sənətidir və Alpaqut Turan döyüş sənətinə kimi bir çox idman növləri üzrə dünya, Avropa və bir çox beynəlxalq yarışlarda qalib və mükafatçı olmuşam. 2024-cü ildən Azərbaycan Alpaqut Federasiyası tərəfindən Qubadlı filialının sədri və məşqçisi təyin olmuşam. Təyin olduğum ildən bu vaxta kimi qısa müddət ərzində tələbələrim və mən bir çox yarışlarda uğurla çıxış edərək doğma Qubadlımızın adını zirvələrə daşımışam. Bugünə kimi iştirak etdiyim yarışlarda ölkəmizin başçısı Cənab Prezidentin bu vaxta kimi istər olimpiya, istər qeyri-olimpiya idman növlərindən idmançılarımıza verdiyi dəstəkdən ruhlanaraq Qubadlı Alpaqut filialının bilginaltı olaraq iştirak etdiyim yarışlarda həmişə ölkəmizin bayrağını yüksəldib, himnini səsləndirmişəm. Məhz buna görə də Ali Başkomandan Cənab Prezidentə idmançılara verdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Həmçinin də fürsətdən istifadə edərək Qubadlı rayonunun icra başçısı Ağsaqqalımız Cənab Malik İsakova iştirak etdiyimiz yarışlarda verdiyi maddi və mənəvi dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Hər yarışdan öncə biz Cənab Başçının qəbulunda oluruq və o bizə iştirak etdiyimiz yarışlarda hər dəfə öz tövsiyələrini vermişdir. Biz Alpaqutlara və digər idmançılara göstərdiyi dəstəyə görə Qubadlı rayonunun icra hakimiyyətinin başçısı Ağsaqqalımız Cənab Malik İsakova öz minnətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, 2024-cü ildən Qubadlı rayon filialı, Alpaqut döyüş filialı fəaliyyət göstərir və bu filialın sədri olaraq mən Bilginal Paşayev Pərviz Şakiroğlu bu vaxta kimi hazırladığım döyüşçülər, alplar iştirak etdiyi yarışlarda doğma Qubadlımızın və ölkəmizin adını daim yüksəklərdə tutaraq himnimizi səsləndirib bayrağımızı daim yüksəklərə qaldırmışlar. Bugünə kimi
iştirak edən yeniyetmə gənclər və böyüklər arasında qazandığımız nailiyyətlərdən 3 qızıl, 1 gümüş, 1 bürünc medalla 2025-ci ildən bu yana böyük bir uğurlara imza atmışıq. Bundan sonra da keçirilən yarışlarda gələcəkdə dünya, Avrasiya və digər beynəlxalq yarışlarda doğma Qubatlımızın və Azərbaycanımızın adını daim yüksəklərdə tutacağımıza söz veririk. Gördüyünüz bu yeniyetmə idmançımız Məmmədov Melih Azəroğlu bizim gələcək perspektivli idmançılarımızdır və o hal-hazırda mənim rəhbərliyim altında Qubatlı rayonunda fəaliyyət göstərən Alpaqut Turan döyüş sənəti üzrə məşqlərə qatılır və gələcəkdə onun perspektivli və uğurlu idmançı olacağı danılmazdır. Mən Alp Süleymanlı Əkramoğlu 2025-ci ildə Bilginal Pərviz Paşayevin rəhbərliyi altında Qubatlı filialı üzrə Alpaqut döyüşləri üzrə məşğul oluram. Mən Alp Məmmədov Şakir Azəroğlu 2025-ci ildə Qubatlı filialı Alpaqut Turan döyüş sənəti üzrə məşqlərə qoşulmuşam. Bilgin Alp Pərviz Paşayev heyətinin altında məşqlərdə iştirak etmişəm və bir çox mükafatlar layiq görülmüşəm.